Zelenskidən Trampa şərt. Ukrayna Nobel mükafatı ilə bağlı planları poza bilər. Ukrayna prezidenti Volodymyr Zelenski bəyan edib ki, Rusiya ilə atəşkəs rejiminə nail olunacağı təqdirdə Kiyev, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Nobel sülh mükafatına namizədliyini dəstəkləyəcək. Report xəbər verir ki, bu barədə Interfax Ukrayna məlumat yayıb. O, həmçinin Kiyevə Amerika Birləşmiş Ştatlarının Tomahawk raketlərinin verilməsi ehtimalını istisna eləməyib. Onun sözlərinə görə Ukraynanı gücləndirə biləcək imkanlardan biri Tomahawk raketidir. Onun fikrincə, bu raketlərin Kiyevdə olması Rusiya tərəfini danışıqlar masasına oturmağa məcbur eləyə bilər.